Həzrəti İbrahim Peyğəmbər haqqında bir çox yerdə ayələr var. Hətta Həzrəti İbrahim Peyğəmbər adına bir dənə də surə var, İbrahim surəsi. Şuara surəsinin bir neçə ayəsində Allah Həzrəti İbrahimdən danışır. 79-cu ayədən başlayaraq üzü o tərəfə oxuyursan, nə qədər ayədə? Mən 83-cü ayəyə qədər qeyd eləmişəm. 79-dan 83 davam eləyir ha. Amma bu hissədə məqsədim bir incə nöqtəyə diqqətinizi çəkməkdir. 79-cu ayədə Şuara surəsində Allah Həzrət Peyğəmbərə əmr eləyir: "Vətlu aleyhim nəbəə İbrahim." Həzrəti İbrahimin xəbərin onlara tilavət elə. Danış onlar üçün Həzrəti İbrahimin hadisəsin. Nə olub Həzrəti İbrahimin hadisəsində? Çox maraqlı faktlar var. Onlardan da biri budur ki, o öz qövmi ilə, öz yaxınları ilə danışıqda onlara sual verir. Ki, bu bütpərəstlikdə nə görmüsünüz? Ki, siz gedirsiniz bunlara sitayiş edirsiniz. Mən ayələrin bəzi hissələrini oxuyacam. Day nömrəsini dedim, amma bəzi hissələrini oxuyacam. Məzmunun deyirəm. Həzrəti İbrahim Peyğəmbər öz yaxınlarına, qövmünə deyir ki, niyə görə siz bütlərə sitayiş edirsiniz? Onlar cavab verirlər: "Qalu na'budu asnaman fanazallu laha akifin." Ki, biz bütlərə sitayiş edirik və bu sitayişdə də qalacağıq. Həzrət İbrahim deyir ki, "Qala hal yesma'unakum iz tad'un." Maraqlı sual-cavabdır. Deyir ki, eşidirsiniz, onlar sizi eşidirlər, siz dua eləyəndə, çağıranda. Bütlərin ki, adı olurdu, İslam Peyğəmbərinin də dövründə var idi. Lat büti, Üzzə büti, Mənat bütlərin adı idi. Ki, siz ki, bu bütləri çağırırsınız, hətta bəzən də adla çağırırsınız. Həl yesma'unakum iz təd'una, çağırdığınız zaman onlar sizi eşidir. Av yanfa'unakum av yadurrun. Ayələrdir bunlar. Onlar sizə fayda verə bilir, xeyirlə ziyanı var. Cavab verirlər: "Qalu." Deyə bilmirlər axı var. Deyirlər: "Bəl vəcədna abaana kəzalikə yef'alun." Biz ata-babadan belə görmüşük, elə belə də davam eləyirik. Atam babam belə eləyib, bizdə də var ha, məsələn, o pis adət-ənənələr var. Mənasız, pis və insanların heç bir dəyərinə xidmət eləməyən bəzi adət-ənənələr var ki, deyirsən ki, belə deyil də, əslində belədir. Deyirək ki, atam babam belə eləyib, mən də belə eləyirəm. Gözün o vərdişdən, adət-ənənədən əl çəkmir. Qalə əfəraytum ma kuntum ta'budun. Siz görürsünüz məgər bu xeyirlə ziyanları? Əntum və abaukumul əqdəmun fə innəhum əduvvun li. Yavaş-yavaş gəlirəm məqsədə. İlla Rəbbəl aləmin. Onlar hamısı mənim düşmənimdir. Rəbbül aləmindən başqa. O mənim dostumdur. Yəni bu tanrılar ki, bütlər ki, siz sitayiş edirsiniz, adını da qoymusunuz tanrı, büt. Onlar hamısı mənim düşmənimdir və mənim dostum. Bütün aləmləri idarə eləyən Allahdır. Gəldim əsas mətləbə. O Allah ki, əlləzi xələqəni. O Allah ki, məni yaradıb. Sonra nə iniyib? Fəhvə yəhdin, səyəhdin. Fəhvə yəhdin. Sonra hidayət eləyim məni. Necə Həzrəti Musa Peyğəmbər orada Firavuna dedi? Rabbunəl-ləzi a'ta kullə şeyin xəlqəhu thumma həda. Mənim Rəbbim o kəsdir ki, yaradıb sonra hidayət edib. Həzrəti İbrahim Peyğəmbərdə Allahı tanıtdırır. Əlləzi xələqəni fəhvə yəhdin. Mənim dostum, aləmlərin pərverdigarı olan Allahdır, hansı ki, məni yaradıb və hidayət edib. Görürsünüz, hidayət sözü yaradılış sözündən sonra gəlir. Amma burada Həzrəti İbrahim Peyğəmbər bəzi işlər də sayır Allah üçün. O işləri hidayətdən sonra sayır. Sanki Allahın bu işlər ki görür, hamısı elə mənim hidayətim üçündür.
Əl-ləzi xələqəni fəhuvə yehdin, yaradıb məni və hidayət eləyir. Vəl-ləzi huvə yut'imuni və yəsqin, odur məni yedizdirən, odur məni içizdirən. Və izə məriztu fəhuvə yeşfin, xəstələndiyim zaman odur mənə şəfa verən. Vəl-ləzi yumituni thumma yuhyini, odur məni dirildən, odur məni öldürən, odur məni dirildən. Vəl-ləzi ətmə'u ən yəğfirə li xətiəti yevməddin, o kəsdir ki, mən çox istəyirəm qiyamətin günündə o məni bağışlasın. Hidayət sözündən sonra görün nə qədər Allah üçün sifətlər sayır. Odur yedizdirən məni, odur içizdirən. Bunların hamısının əvvəlində bir dənə söz deyir. Odur məni hidayət eləyən. Yəni bütün hər bir şey hidayət fonundadır. Bütün hər bir şey hidayət adı altında Allah bu işləri görür. Niyə xəstələndirir? Niyə sağaldır? Niyə yezizdirir? Niyə içizdirir? Niyə öldürür? Niyə dirildir? Hamısı hidayət eləməkdən ötürüdür. Bax məsələn, Allah qış fəslində ağacı öldürdü, torpağı öldürdü, cansız elədi. Bütün ağacın yarpaqları töküldü və libası getdi. Yaz fəsli gəlir, torpağa da can gəlir, ağaca da can gəlir, gül çiçəyə can gəlir, ağaclar tumurcuqluyur. Yaxşı, Allah bu işi nəyə görə görür? Bir yerdə var, Allah buyurur bu hadisələrdən danışanda, baş verən təbii hadisələrdən. Buyurur və kəzalikən nüşur. Dirilmə belə olur. Allah gözümüzün qabağında bu işləri görür ki, bizi neynəsin, hidayət eləsin. Yəni bizi inandırsın ki, bəli, qiyamət günü, ölümdən sonraki həyat var. Ay insan, bunu təkzib eləmə, bunu inkar eləmə.